adamlarda ürək ağrısı olanda biz demək olar yoxlanmamış ona ürəklə deyirdik ki, sizdə heç bir problem ola bilməz. Amma son vaxtlar bu xəstəlik biraz gəncləşib və buna görə də biz ürəklə bu sözü deyə bilmirik. Yəni ən birinci ürəyində ağrı varsa yoxlanmalıdır. Və belə deyək, panik atakdır, nevrozdur, bunlar istisna xəstəlidir. Yəni istisna xəstəliyi nədir? Yəni məsələn gəlir döş qəfəsində, indi bunun ürək ağrısı deməyək, döş qəfəsində ağrı var. Məsələn yoxlayırsınız, ürəyi problem deyil, ağciyərində problem yoxdur, mədəsində problem yoxdur, qida borusunda problem yoxdur, oynaq əzələ problemi yoxdur. Onda artıq biz deyirik sizdə nevroz var. Yoxsa heç bir şey yoxlamamış, birdən-birə nevroz diaqnozu qoymaq da, yəni bu düzgün deyil. Qaldı bunun ikinci məsələsi nə cür şübhələnmək olar? Yəni şəkər xəstəliyi olanlar, çox siqaret çəkənlər, içkidən mütəmadi istifadə edənlər, yəni bunlarda döş qəfəsində ağrı və yaxud təngi nəfəslik varsa, bunlar